Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində Seriş qəsəbəsində 20 A-nın son dayanacağında hal-hazırda avtobusda görmək mümkündür. Yəni bax bura qarşıda gördüyünüz maşınlar olan yer 20 A-nın son dayanacağıdır. Mərkəzi yolda 4 sot torpaqda obyekt eyni zamanda ev kimi bax qarşıda gördüyünüz deməli yarım tikili satılır. Qiyməti çox insaflıdır bu gün üçün, yəni yerləşdiyi yerə görə, eyni zamanda bax çəkilən xərcə görə 19.000 manatdır qiymətində. Ola bilsin ki, razılaşma olsun. Gördüyünüz kimi bu küçədən, yəni Uqlavoy torpaqdır. İşıq, qaz, su və internet xətləri keçir. Eyni zamanda suya görə burada ümumiyyətlə problem yoxdur. Bax ətrafında çoxlu sayda yaşayış var. Dediyim kimi qarşıda olan otaqlar obyekt kimi nəzərdə tutulub, ancaq bax bu zonada gördüyünüz deməli yarım tikili ev üçün nəzərdə tutulub. Bax deməli qabaqda 1-2 obyekt üçün nəzərdə tutulmuş otaqlardır. Burada solda mətbəxdir, hamamdır, koridor proyektlidir. Bura ev üçün. Yenidən bax ortada bax belə bir otaq var. Böyükdür, 2 qat kubiklə hörülür. Bax bu cürdür, qiyməti 19.000 manatdır. Sənədi, ilkin sənədi, eyni zamanda arxiv arayışıdır. İnsə o birisi otaqlara keçirəm. Düzdür, bu yarım tikildə uzun müddətli gəlib gedən yoxdur. Xaricdə yaşayırlar sahibləri. Ona görə bir balaca səliqəsizdir. Bunda yəqin ki, mən başa düşərsiniz. Bura isə otaqlardır. Qarşıda bir otaq, bura bir otaq. Deməli neçə otaq oldu? 5. Bax bura 6, qarşıda 7. Bax belə bir yarım tikilinin qiyməti 19.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.